tələbə olmaq, tələbə adını qazanmaq xəyalları ilə yatıb duran gənclər. Hər vaxtınız xeyir, magistraturaya daxil olub təhsilini daha yüksək pilləyə daşımaq arzusunda olan tələbələr. Hazırsınızsa, MAG başladı! Gənclər, artıq salamlaşmamızdan mövzumuzun nə olduğunu, təhsillə daha doğrusu bağlı olduğunu artıq təxmin etmişsiniz. Amma tam olaraq bugün nə haqqında danışacağıq, bunu bizə Fariz anlatacaq. Buyur Fariz. Bəli, gənclər, bugünkü mövzumuz son zamanlar gənclərimizin, xüsusən də bakalavr təhsilinin son pilləsində təhsil alan tələbələrin marağında olan magistr təhsillə bağlı olacaq. Daha dəqiq şəkildə desəm, bugün biz qonaqlarımızla birlikdə həm ölkəmizdə, həm də xaricdə magistr təhsilinin vəziyyətindən, necə təhsil almaq mümkündür, şərtlərindən danışacağıq, müzakirə edəcəyik. Çox gözəl, məncə diqqətli olmağa dəyər. Gənclər, mən məsələn özümdən danışsam, hal-hazırda 3-cü kurs tələbəsiyəm İdman Akademiyasında. Magistr təhsilimi soruşsaz, mən magistraturaya hazırlaşmıram, amma öz ixtisasımla bağlı, idmanla bağlı gələcəkdə xaricdə kurslar keçməyi planlaşdırıram və əminəm ki, bu alınacaq və yenə də ölkəmizə qayıdıb öyrəndiklərimi burada tətbiq etmək arzusundayım. İnşallah olacaq. Fariz, bəs sən, çünki 4-cü kursdan və bildiyim qədərlə magistraturaya hazırlaşırsan. Özündən sənə uğurlar arzu edirəm xeyr ilk öncə. Sonra isə deyim ki, mən də düz qeyd etdin ki, hazırlaşıram hal-hazırda magistraturaya, xaricdə davam etdirmək istəyirəm təhsilimi və çox gərgin şəkildə işləyirəm. İnşallah dua edin mənim üçün qəbul olaram və daha yüksək pilləyə qalxaram. Əminəm ki, Fariz alınacaq, çünki özüm də şahidiyəm ki, Fariz doğrudan bu istiqamətdə əziyyət çəkir sözdən silmanasında, gərgin iş rejimindədir. Hal-hazırda da xəstədir, Allah şəfa versin. Və mən istəyərdim ki, birbaşa keçid alaq MAG əlinin hazırladığı məntiq rubrikasına. Baxaq görək, o bu dəfə öz məntiqini işə salıb hansı kimi məlumatlar bizə verəcək. Məncə baxaq, çünki dəyər. Maraqlıdır, baxaq. Bəli, hal-hazırda studiyamızda magistr mövzusu müzakirə olunur və mart ayının 2-sində magistr imtahanının 1-ci mərhələsi keçiriləcək. Onu da bilirik ki, 1-ci mərhələ imtahanlarına informatika, məntiq və xarici dil bilikləri üzrə tələbələrin biliyi yoxlanılacaq və bu fənlər üzrə də ən çətin mənə elə gəlir ki, məntiq imtahanı idi və mən də bugün öz sujetimdə, bu geniş sujetimdə sizə məhz qəbul imtahanında və ümumiyyətlə sınaq imtahanlarda düşə biləcək testlərin, kiçik testlərin həllini vermək, izahını vermək istəyərdim. Artıq misallarımız lövhədə yazılıb və başlamaq istəyərdim. Gəlin verbal məntiq deyilən söz məntiqindən başlayaq. Qırıntı və çörək. Bax, bu sözləri yazılandan sonra sizə bu məntiqi ardıcılığı tamamlamağı xahiş olunacaq və burada da variantlar üzərində maye, damcı, krem, yağ, uniya, birlik və yonqar taxta variantları veriləcək. Və bu variantlar içərisində də baxırıq ki, qırıntı çörəyin məhsulu olduğuna görə, yəni çörək qırıntısı olduğuna görə, yonqar da taxtanın qırıntısı anlamına gəlir. Ona görə bu cavablar içərisində ən məntiqi cavab məhz yonqar taxta variantıdır. Keçid alaq riyazi məntiqə. Bax, bu misalda 12, ortada naməlum bir işarə qoyulub, 3 və cavab 9 alınıb. Digər variantı baxırıq 9, naməlum işarə 6 və cavab 9 alınıb yenidən. Burada isə sırf riyazi biliyimizi işə salmalıyıq və bu misalın həllində 12 vurulsun 3 bərabərdir 36. 36 cavabı tapırıq. Görürük ki, 36 amma cavablarda tamam ayrı variantdır. 9 alınıb. 36-dan da daha sonra mərtəbədə 9-u almalıyıq. Ona görə 3 üstəgəl 6 eləyib 9-u alırıq. Bax, bu cavabı digər variantlarda yoxlayırıq. 9 vur 6 məsəl üçün. 9 vurulsun 6. 54 cavabını verir bizə. Yenə də yoxlayırıq ki, 5 üstəgəl 4. Yenidən 9 cavabını aldı. Yəni, buradakı şərt, bu ikinci sətirdəki şərtdə də ödəndi. Növbəti sətirimizi yoxlayırıq. 4 vur 8, 32. Yenədən 3 üstəgəl 2, bərabərdir 5. Bax, yenə də eyni cavabı ödəndi və nəhayət bu 3 ardıcılığı biləndən sonra keçid alırıq. 9 vur 11, bərabərdir 99. Cavabda məhz bu 99 variantı göstəriləcək sizə çaşdırmaq üçün, amma cavabımız yenə də 9 üstəgəl 9, bərabərdir 18. Bax, bu cavabı alacaqsınız. Keçid alaq növbəti misalımıza. Bizə 21, 13 ədədi verilib və mötərizədə 274 ədədi verilib. Biz bu iki rəqəmdən məhz mötərizədəki ədədi almalıyıq. Bunun üçün yenə də vurma əməlini bilməliyik. 21-dən məntiqə əsasən fikirləşirik ki, necə, hansı əmələ tətbiq eləsək bura 274-ü ala bilərik. Baxırıq ki, 21, ilk öncə vurma əməlini yoxlayırsınız, çünki ortadakı rəqəm çox böyükdür, 13. Bu cavabımız alınacaq 273.
273 alınır, ala bilmirsiniz. İkinci varianta baxırıq, 15 vurulsun 12. Burada alacaqsınız 180 cavabını. Yenə də görürsünüz, ala bilmirsiniz və fikir verirsiniz ki, aldığınız cavab mötərizədə verilən cavabdan bir vahid əski idi. Ona görə məntiqi tamamlamaq üçün üstə gəl 1 yazırsınız və yekun olaraq bu cavabı alırsınız. Eyni ardıcılığı tətbiq edirik sonuncu misalımıza. Burada artıq birinci rəqəmi bizdən istəyir. Ona görə bu mötərizənin daxilində olan rəqəmdən bir vahid çıxırıq. Cavabımız 203. 203-ü də bölürük biz 29-a və nəhayət burada olan cavabı alacağıq. Su ilə dolu hovuzun boşalma qrafiki göstərilib və dolu hovuz neçə dəqiqəyə boşalar deyə sual qoyulub. Burada çox zaman səhv onda olur ki, tənasibi quranda 1-in 52-yə və x-in 56-ya tənasib şəklində qurulur. Amma bu tənasib səhvdir, çünki suyun sərfini tapmalıyıq. Birinci ki, bir dəqiqədə nə qədər su boşalır. 56-dan 52-ni çıxırıq. Burada 4 kub metr boşalma mövcuddur 1 dəqiqə ərzində. Elə isə 1 dəqiqəni biləndən sonra 1 dəqiqəyə 4 kub metr boşalma varsa, x dəqiqəmizdə də 56 kub metr boşalma olacaq. Buradan da cavab tapılır ki, 1 dəqiqə ümumiyyətlə 56 kub metr 14 dəqiqəyə boşalır. Bax, bu qədər, ümumiyyətlə, bu düşən testlərdir, yəni sınav imtahanlarında, qəbul imtahanlarında. Bu testlər, bu üzümüzə gələn imtahanda da sizin qarşınıza çıxa bilər. Verbal məntiq isə riyazi məntiq sadəcə bir balaca düşünmək lazımdır və məncə 1 dəqiqədən artıq hər bir testdə vaxt ayırmağa dəyməz. Çünki təkrarən qaydanda o testi məhz 30 saniyə ərzində də eləyə biləcəksiniz. Uğurlar hər birinizə. Əlinin hazırladığı məntiq rubrikasını artıq izlədik. Mən isə bir daha qeyd etmək istəyirəm ki, bizim bugünkü mövzumuz son zamanların gənclərin diqqət mərkəzində olan magistr təhsili ilə bağlıdır və gənclər, əgər sizi də bu mövzu ilə bağlı maraqlandıran məqamlar varsa, diqqətiniz bizdə olsun, Çünki artıq qonaqlarımız studiyamızdadır. Mən ilk qonağımızı dəvət etmək istəyirəm və bizləri maraqlandıran bütün sualları cavabını tapmaq istəyirəm. Xüsusilə də magistraturaya hazırlaşan gənclər ekrana biraz daha yaxın əyləşin və mən də dəvət edim. Elm, Ali və Orta İxtisas Təhsil Şöbəsinin müdür müavini Yaqub Piriyev. Buyurun, Yaqub müəllim. Xoş gördük Yaqub müəllim siz studiyamızda. İstəyərdim ki, ilk öncə elə ümumi bir sual verim sizə. Ümumiyyətlə, magistratura təhsili nə üçündür və əhəmiyyəti nədən ibarətdir? Çox sağ olun. Magistratura ali təhsilin ikinci səviyyəsi olaraq Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş dövlət standartlarının ixtisaslaşmalarına uyğun olaraq həyata keçirilir. Bildiyiniz kimi, bakalavriatı bitirilənlər müxtəlif sahələrdə işləyə bilir, amma elmi tədqiqat və elmi pedaqoji işlərlə çalışmağa ixtiyarları yoxdur. Onun üçün də magistraturanı həm bitirən məzunlar öz səviyyələri daha yüksək səviyyədə olur, həm də gələcəkdə işlə təmin olunmasında onlara daha da əlverişli olur. Bizim təhlillər və bizim araşdırmalar onu göstərir ki, son zamanlar magistraturaya maraq da artıbdır. Yaqub müəllim, söylədiniz ki, 2 mərhələdən ibarətdir ölkəmizdə magistr təhsilinə qəbul və istəyərdim ki, birinci mərhələ və ikinci mərhələdə hansı fənlər üzrə tələbələr, məzunlar imtahan verməlidirlər ki, keçə bilsinlər və keçid balı nə qədərdir? Bildiyiniz kimi magistraturaya qəbulu dövlət tələbə qəbul komissiyası aparır və magistratura qəbul 2 mərhələdə aparılır. Birinci mərhələdə tələbələr demək 3 fəndən imtahan verilir. Bura demək xarici dildir, informatikadır və məntiqdir. Birinci tur keçəndən sonra, yəni orada müəyyən şərtlər var, müəyyən ballar var. Ən azı 50 bal tələbələr orada toplamalıdır. Onu verəndən sonra tələbələr ikinci mərhələyə keçir. Və ikinci mərhələdə imtahanlar 0 ixtisaslar üzrə aparılır və ondan sonra yəni bu müsabiqə olur. Müsabiqə əsasında tələbələr istədiyi ixtisaslaşmalar üzrə magistratura qəbul oluna bilərlər. Amma bir şey də nəzərinizə çatdırım ki, baxmayaraq ki, ixtisaslaşmalar üzrə ballar bəzən biz görürük çox aşağı düşür. Çünki sənəd verənlərlə imtahanı tam verənlər arasında çox böyük fərq, bir disproporsiya yaranır. Onun üçün də bəzən magistratura
girənlər çox az olur və planla dolu. Yaqub müəllim, mən bir şey qeyd etmək istərdim ki, mən məsələn özüm Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıram. Bu akademiya ümumiyyətlə qabiliyyət imtahanı tələb edən bir akademiyadır və bu kimi bir çox qabiliyyət tələb edən universitetlərdə magistratura təhsilini davam edərkən insanlar sadəcə və sadəcə elə öz akademiyasına və yaxud da institutuna qəbul ola bilər. Başqa bir universitet seçmək şansı yoxdur mənim bildiyim qədərilə. Bu nə dərəcədə gənclərə şərait yaradır ki, başqa bir ixtisas seçimində təhsil alsınlar? Siz dediyiniz bu ixtisaslar xüsusi qabiliyyət tələb edən ixtisaslardır və bu xüsusi qabiliyyət tələb edən ixtisasları əgər magistraturaya girirsiniz, orada sırf nəzəri biliklər olmalıdır və sırf nəzəri üzrə dissertasiya müdafiə edə bilərsiniz. Və bir şey də nəzərə almalısınız, bizim təhsil haqqında qanunumuzda da bu vardır. Yəni bizdə ixtisas, əgər siz ixtisası bitirmişsiniz, bu ixtisasa müvafiq olaraq ixtisaslaşmalar üzrə təhsilinizi davam etdirilməlisiniz. Məsələn, siz deyirsiniz, siz İdman Akademiyasını bitirmişsiniz və Azərbaycanda bir dənə İdman Akademiyası var və ixtisaslar da oradadır. Demək, ixtisaslaşmaları da siz burada davam eləməlisiniz. Siz az öncə söylədiniz ki, deməli, universiteti bitirən hər bir tələbə özünü magistr təhsilində, yəni sınaya bilər, imtahana girə bilər və maraq da kifayət qədər var. Mənə maraqlıdır, ümumiyyətlə magistr təhsilinə imtahana girmək üçün universitetdə qazanılan biliklər bəs edir, yoxsa əlavə olaraq hazırlanmaq lazımdır? Çünki kifayət qədər tələbə tanıyıram ki, hal-hazırda magistr imtahanına girmək üçün əlavə olaraq hazırlaşırlar. Çünki orada məntiq elmi var və o isə universitetdə keçilmir. Bir tərəfdən siz düz deyirsiniz, çünki birinci magistratura gələndə bu 4 ildən sonra gəlir magistratura gedir, amma elə fənlər var, məsələn, xarici dil. Onlar birinci kursda keçir. Əgər bunlar bunu təkmilləşdirmirsə, bu 3 ildən sonra bunların çoxunun yadından çıxır gedir. İnformatikada elə ixtisaslar var, orada informatika birinci kursda keçirilir. Onun üçün də onlar magistratura gələndə bu biliklərini təzədən yaddaşlarına almaq üçün gedirlər yenidən bu müxtəlif kurslara və başlayırlar magistratura hazırlaşmağa. Yaqub müəllim, ümumiyyətlə günümüzdə və son dövrlərdə magistratura təhsili üçün gənclərimizin əksəriyyəti, böyük bir qismi xaricə can atır və xaricdə təhsil üçün çalışırlar. Bu, onlar üçün nə kimi perspektivlər yaradır? Azərbaycan Respublikası Prezidenti tərəfindən 2007-2015-ci illərdə xaricdə tələbələrin təhsili üzrə dövlət proqramı qəbul olunub və bu dövlət proqramına 2015-ci ilə qədər Azərbaycan vətəndaşları, Azərbaycan gəncləri 5000-ə yaxın tələbə xaricdə təhsil almalıdır. Və bu günə kimi əgər biz başlanılırsa 2007-ci ildə bu qəbul olundu bu proqram. Cəmisi 44 tələbə qazanmışdır bu hüququ. Bu günləri bu hüququ 2612 tələbə qazanır. Bu günlər xaricdə 2612 tələbə oxur. Bunların da 1038-i magistr səviyyəsində oxurlar. Və tələbələrin çoxu da maraq çox böyükdür xaricdə təhsilə. Amma bura qəbul olmaq şərtləri də biraz fərqlidir. Bəli, elə o şərtlərdən danışıq istəyərdim. Bəlkə də bizi izləyib artıq xaricdə magistr təhsili almaq istəyənlər var dövlət xətti ilə. Xaricdə magistraturada oxumaq üçün mütləq birinci, əgər biz dövlət tələbə qəbul komissiyası tərəfindən imtahanlarda iştirak eləmişsə, orada yəni texniki fənlər üçün ən azı 75 bal, digər ixtisaslar üçün ən azı 80 bal toplamalıdır. Amma bu ona dəlalət vermir ki, bu ballarla o getsin xaricdə oxusun. Digər tərəfdən tələbələr özləri universiteti bitirəndən sonra onların yəni transkriptləri var, orada müəyyən bir orta balları var. Onlar xaricdə özləri öz sənədlərini xarici universitetlərin göndərirlər və orada qeydiyyatdan keçərək qəbul ola bilirlər bu universitetlərə. Amma bu universitetlər qəbul olduqdan sonra onlar o sənədləri təqdim edirlər Təhsil Nazirliyinə. Təhsil Nazirliyində komissiya var, xüsusi bir komissiya var, xaricdə oxuyan tələbələrlə bağlı. Onlar buradan intervyudan keçirlər, amma o intervyudan keçmək üçün mütləq onlar TOEFL verməlidir, IELTS imtahanını verməlidir və o ölkənin harada ki, onlar magistratura qəbul olublar, mütləq dilini bilməlidirlər. Xaricdə təhsil almaq üçün bakalavriat səviyyəsində gənclər 29 yaşına qədər olmalıdır. PhD və magistratura səviyyəsində təhsil almaq üçün 35 yaşına qədər olan tələbələr iştirak edə bilər. Maraq çox böyükdür. Mən sizə bir rəqəmlər deyim. Bu illəri 1250 elektron ərizə qeydiyyatdan keçmişdi bu xaricdə təhsil üçün. Onlardan 1000-i müsabiqədə iştirak eləmişdi və 700-ə yaxın tələbə 2013-2014-cü tədris ilində dövlət
proqramı üzrə xaricdə təhsil alır. Doğrudan çox Onlar yaxşı daha nəticədir çox, ki, bəli, gənclərimiz bəli. biliyə, yəni elmə maraq göstərirlər, Görünür gedirlər, özlərini ki, təkmilləşdirirlər. Hansı ölkələri daha çox gənclər üstün tuturlar? Hansı universitetlara? Və hansı Bilirsiniz, bu fənlər? günləri ən çox 5 ölkə vardır. İxtisasları da mən sizə indi deyərəm, amma 5 ölkədən ən çoxu 400-ə yaxın tələbə Böyük Britaniyada təhsilini almışdır və alır. Amerika Birləşmiş Ştatlarında 166 tələbə təhsilini alır. Almaniyada 150 yaxın tələbə təhsil alır. Digər tərəfdən bunlar 5 ixtisas istiqamətində. Yəni orada 0 ixtisas deyil. Məsələn, İKT ixtisası üzrə çoxlu tələbələrimiz var. Texniki ixtisaslar üzrə çoxlu tələbələrimiz var. İqtisadiyyat və idarəetmə sahəsində çoxlu tələbələrimiz var. Yəni 5 ixtisas qrupu var ki, harada çoxlu tələbələr xaricdə təhsil alır. Bax, tələbələr artıq verdilər imtahanlarını, qəbul oldular, getdilər xaricdə təhsil aldılar. Bəs sonra onlar nə gözləyir? Çünki dövlət proqramı ilə gediblər. Yəqin ki, dövlət onları öz ölkəsinə qaytarmaq istəyəcək. Tələbələr orada təhsil aldığı üçün onlar oraya gedəndə müqavilə bağlayırlar və bitirdikdən sonra mütləq gəlib burada öz işlərini davam etdirirlər. Dövlət xətti ilə gedən tələbələr böyük yardım olur. Qalmaqları onların yəni dövlət təmənnasızdır. Onlara böyük stipendiyalar verir. Stipendiyalar mən sizə deyim ki, $1000-dan $2000. Elə dövlət vardı, 2000 avroya qədər orada tələbə stipendiya ala bilir. Yəni bu dövlətdən asılıdır və asılı da hansı şəhərdə oxur. Məsələn, Amerikanın müxtəlif şəhərlərində əgər Vaşinqtondadsa o $2000 yaxındır. Başqa şəhərlərdə ola bilər $1000. Yəni xərclərinə görə xərclərdən asılı qalmaqları, yaşamaları. Bu da oradan da bir gənc üçün çox böyük şansdır. Hər bir gənc ümumiyyətlə təhsili davam etdirməlidir. Hələ xaricdə seçirsə, sonra ölkəsinə qayıdan. Mən ümumiyyətlə bu məsələni araşdırmışam. Əksər gedən gənclər müqaviləni bir kənara qoysaq, elə özəl xətlə də gedən gənclərin özləri yenə də ölkəyə qayıdıb işləməyə can atırlar. Çünki fikirləşirlər ki, öz ölkələrində şanslar, perspektivlər daha çoxdur. Nəinki xarici olaraq qalıb işlərini davam etdirsələr. Siz də belə fikirləşirsiniz? Mən də elə fikirləşirəm, çünki xaricdə oxuyanların çoxu son nəticədə Azərbaycana gəlir. Məsələn, İstanbul Texnik Universitetinin qurtaran bir məzun vardı. İstanbul Texnik Universitetinin tarixində, 250-lik tarixində yeganə Azərbaycan tələbədir ki, full qutarıb, 4 balla qutarıb, yəni 100% qutarıb və sonra magistraturanı Amerikan Georgia Universitetində bitirib, bu gün də doktoranturada oxuyur və NASA-da çalışır. Bu da dövlət proqramı ilə gedib. Yəqin ki, gələcəkdə gəlib bizim bu Azərbaycanımızın xeyri olacaq. Biz bütün xaricdə təhsil alan Azərbaycanlı tələbələrimizə, eyni zamanda elə öz ölkəmizdə də magistraturaya hazırlaşan hər bir gənclərə uğurlarımızı arzulayırıq. Biz əminik ki, siz bunu bacaracaqsınız. Sadəcə olaraq üstünüzdə işləməlisiniz. Yaqub, mənim sizə də təşəkkür edirik. Çox sağ olun ki, gəldiniz. Gənclərimizə eyni zamanda elə biz tələbələri də bu haqda məlumatlandırdınız və geniş məlumatımız oldu. Çox sağ olun. Sağ olun. Gəncin istədiyini gənc bilər deyib, bugün bizim keçmək istədiyimiz yolu artıq keçmiş bir qrup gənc qonaqlar dəvət etmişik və demək istəyirəm ki, biraz daha diqqətli olun, çox maraqlı olacaq. Maraqlıdır. Onlar bizim bilmədiyimiz hansı məqamları aydınlaşdıracaqlar. Bütün bunlar söhbət əsnasında öz yerini tapacaq və istəyərəm ki, onları tez qarşılayım və söhbətimizə başlayım. Qarşılayaq xaricdə və elə ölkəmizdə magistratura təhsili almış və hələ də təhsilini davam etdirən gənclər. Buyurun. Buyurun. Xoş gəlmişsiniz studiyamıza. Sizi görmək çox xoşdur studiyamızda. Mən istərdim, mövzumuzu artıq bilirsiniz, magistratura təhsilindən danışırıq. Mən istərdim ilk öncə Nəcibə xanımdan məlumatı alaq. Nəyə görə xaricdə təhsili üstün tutdunuz və hansı ölkədə təhsil alıb hal-hazırda ölkəmizdəsiniz? Buyurun. Belə deyək, hekayənizi bizə şərh edin. Mən əslində təhsilimi bakalavr pilləsində Azərbaycanda almışam. İdarəçilik Akademiyasının hüquq fakültəsini bitirmişəm və bakalavr pilləsini bitirdikdən sonra dərhal magistratura qəbul olunmamışam. Əslində mən peşəkar fəaliyyətimə başlamışdım. O zaman insan hüquqları üzrə müvəkkil ombudsman aparatında işləmişəm müəyyən müddət və mən hətta gənclərimizə də tövsiyə edərdim ki,
bu istiqaməti seçmək üçün, yəni konkret olaraq hansı sahədə yetişmək, püxtələşmək istəyirsə, mütləq şəkildə bakalavr pilləsindən sonra müəyyən müddət peşəkar fəaliyyətlə məşğul olsunlar. Misal üçün, bakalavr pilləsi təhsil aldığım illərdə hüquq ixtisası üzrə biz hüququn müxtəlif sahələrini öyrənirdik, yəni cinayət hüququndan tutmuş beynəlxalq hüquqa kimi. Lakin özümü gələcəkdə hüququn hansı sahəsində bir elmi işçi kimi görürdüm, ümumiyyətlə bir peşəkar kimi görürdümsə, məhz fəaliyyətə başladığım dövrdə və işlədiyim müddətdə bildim. Ombudsman aparatında daha çox insan hüquqları və beynəlxalq hüquq sahəsi üzrə mütəxəssis kimi çalışmışam və 2 ildən sonra, yəni 2011-ci ildə magistratura daxil olmaq qərarına gəldim və məhz o istiqaməti də özüm üçün prioritet kimi seçdim. Təhsilimi Moskvada davam etdirmişəm və artıq təhsilimi bitirib Azərbaycana qayıtmışam. Hal-hazırda da elmi fəaliyyətimi Azərbaycan Prezidenti yanında Strateji Araşdırma Mərkəzində davam etdirirəm elmi işçi kimi və eyni zamanda da ictimai həyatda, yəni gənclər sektorunda da fəaliyyətimi davam etdirirəm. ASAIF-in baş katibi olaraq daimi Azərbaycan tələbələri, ümumiyyətlə xarici təhsil Azərbaycan tələbələrinin ünsiyyətdə oluruq. Çox gözəl. Bəs maraqlıdır mənə, necə oldu ümumiyyətlə ora gedib çıxmağınız? Çətin yollar mı keçdiniz, yoxsa özünüz hazırlaşdınız, yoxsa müəllim yanına getdiniz xüsusilə? Hələ bakalavr pilləsi üzrə təhsil alan müddətdə mən Rus sektorunda təhsil almışam və daha çox Rus alimlərin əsərləri üzərində belə deyək böyümüşəm. Yəni Kolosov, Pratiko, Bikyaşov kimi alimlər və təbii ki, onların şagirdi olmaq, tələbəsi olmaq, onların təcrübəsindən öyrənmək, yiyələnmək üçün mütləq şəkildə yəni orada təhsil almaq lazım idi. Necə hazırlaşdınız? Özüm hazırlaşmışdım. Ümumiyyətlə, bakalavr pilləsində təhsil aldığım biliklər bazı, belə deyək, fundament oldu mənim üçün və mən hər zaman bunu vurğulamışam ki, bakalavr səviyyəsində aldığım biliklər heç də xarici təhsil almaqla müqayisə etsə, heç də ondan aşağı, heç də geri qalmır və bu mənim üçün doğma bir ocaqdır. Təbii ki, sən də söhbətimizə davam edəcəyik, amma az sonra, çünki növbəti qonaqlarımızla tanış olaq və onlar da söz verər. Buyur, özünü təqdim elə. Ayaz Salmanov. Mən də Ukraynada təhsil almışam, xarici təhsil almışam, magistr pilləsi üzrə. Nəcibə xanım kimi mən də elə bakalavr pilləsini ilk öncə Azərbaycanda oxumuşam, Dövlət Dərsi Akademiyasında və Dövlət və Bələdiyyə İdarəetməsi ixtisası üzrə oxumuşdum və mən də özümün hansısa konkret bir sahə üzrə ixtisaslaşmağımı istirdim, yəni bir konkret bir istiqamət seçmişdim və bu Dövlət Dərətməsi sahəsi idi. Bu səbəbdən üz tutdum Kiyevə, Ukraynaya və Kiyevdə məhz yenə də bu ixtisas üzrə, Dövlət Dərətməsi ixtisası üzrə magistr pilləsində təhsil aldım, Public Administration. Magistr təhsili artıq sizin konkret bir sahə üzrə ixtisaslaşmanızdır. Və hətta qeyd edim ki, ondan sonra mən aspirantura pilləsini də bitirdim, PhD-ni də bitirdim və PhD-ni də məhz elə Dövlət Dərətməsi sahəsi üzrə müdafiə etdim və artıq Azərbaycana dönmüşəm. Və burada da qayıtdıqdan sonra hal-hazırda çalışıram Dağlıq Qarabağın Azərbaycanlı icmasında. Eyni zamanda ASAIF-in idarə heyətinin üzvüyəm. ASAIF xaricdə təhsil alma məzun olmuş Azərbaycan Gənclər Forumu və həmçinin Nəcibə xanım kimi biz orada əməkdaşıq Dövlət Dərsi Akademiyasında dərs deyirəm. Ayaz, sən necə bu qədər universal, bu qədər işlərin hamısını bir arada çatdırırsan? Bizim gənclərə məncə sənin tövsiyələrin çox önəmli olacaq. Çünki onlar həmişə vaxt azlığından şikayət edirlər və düşünürlər ki, onlar bunu bacarmazlar. Sən necə bacardın? Yəni sizin həqiqətən də belə deyək, magistr təhsili almaq istəyiniz varsa, bir sahə üzrə ixtisaslaşmaq istəyiniz varsa, siz istənilən halda buna doğru gedəcəksiniz. Magistr pilləsi ilə bağlı xüsusi bir məsələni qeyd edilmək istəyərdim ki, yəni buna 4-cü kursda, son aylarda hazırlaşmaq belə deyək, doğru deyil. Bunu etap-etap etsələr, yəni universitet dönəmində etap-etap özlərini inkişaf elətdirsələr, artıq 3-cü kursa bitirməyə, 4-cü kursa çatanda artıq onların əlində hər bir bütün məlumatlar olacaq. Yəni 4-cü kursda onlar da sadəcə olaraq növbəti hərəkətləri etmək qalacaq. Yəni artıq qərar vermək mərhələsinə gələcəklər ki, haranı istəyirəm. Yəni artıq sənədlərim var, mən haranı istəyirəm. Yəni seçib etməyin. Və Ayazdan bir sual da soruşmaq istəyirəm bu haqda ki, sən Dövlət İdarəçiliyi Akademiyasında müəllim işləyirsən. Demək olar ki, öz yaşıdlarla. Çünki özün də çox gəncsən və gənclərə təhsil verirsən. Bu necə baş verir? Yəni gənclərlə aranız necədir ümumiyyətlə?
akademiyada? Akademiyada gənclərlə aramız çox yaxşıdır. Yəni mən əminəm ki, mənim dərs dediyim tələbələr də izləyəcəklər. Ona görə belə deyək də daha səmimi cavab olmalıdır bu. Doğrudan da çalışırıq ki, dərs atmosferi belə biraz fərqli olsun. Qeyri-formal olsun. Bilirsiniz ki, cəmiyyətimiz sürətlə, dinamik şəkildə inkişaf edir və hər gün dəyişən yeni məlumatlar var, yeni informasiya var və ona görə çalışırıq ki, yalnız mənim dediyim deyil, eyni zamanda tələbələrdən də bir çox hallarda yeni məlumatlar alırıq müxtəlif sahələr üzrə və bu səbəbdən çalışıram ki, dərslərim daha interaktiv olsun ki, həm mən özümdə məlumatlarına və eyni zamanda dərs dediyim istiqamət üzrə çalışıram ki, gənclərimizi maksimum dərəcədə məlumatlandırım. Elə ölkəmizdə magistraturasını davam edən bir gəncimiz var. Özünü təqdim et, səni də daha yaxından tanıyaq və tanıdaq. Cəmil Hüseynov, Azərbaycan Universitetinin MBA proqramı üzrə hal-hazırda magistriyam. Azərbaycan Dillər Universitetinin Amerikaşünaslığı üzrə ixtisas üzrə bitirmişəm. Hal-hazırda biznes idarə olunması maliyyət sahəsində ixtisasında təhsil alıram və təhsil aldığım ixtisas ABŞ-ın Georgia Dövlət Universiteti və Gürcüstanın Qafqaz Universitetindən birgə proqram çərçivəsində həyata keçirilir və yəni bayaqdan müzakirə olunan xaricdə təhsil və s. Yəni onu deyim ki, bizim hal-hazırda mənim təhsil aldığım ixtisas üzrə də ABŞ-ın Georgia Universitetində 3 aylıq, 6 aylıq birgə mübadilə proqramları həyata keçirilir və düşünürəm ki, yəni mən də bu şanslı tələbələrdən ola bilərəm ki, 3 aylıq və yaxud 6 aylıq həmin bu tədris proqramlarında iştirak edib, yəni qazana biləcəyim kreditin bir hissəsini məhz bu universitetdən ala bilim. Bəs nəyə görə sən xaricdə təhsil almadın? Yəni, ora sənədlərini vermədin magistratura üçün, məhz Azərbaycandakı təhsili seçdin? Bilirsiniz, mən bakalavr təhsilindən sonra bir il hərbi xidmətdə olmuşam və hərbi xidmətdən sonra artıq belə deyək, bir qədər yəni işğaliyyatı və s. Yəni, bəli, ona görə biraz xaricdə təhsil məsələsindən daha çox mənim üçün real olan Azərbaycanda təhsil məsələsinə üstünlük verdim. Amma yenə deyirəm, elə bir proqramı seçdim ki, həmin proqram çərçivəsində ən azı yəni 1 illik və yaxud 3 aylıq xaricdə təhsilimi davam elətdirə bilim. Amma sözsüz ki, yəni təhsilimi bitirdikdən sonra düşünürəm, ən azı magistratura pilləsində olmasa belə, belə deyək, digər ölkələrin belə deyək, dövlət idarə müəssisə sahəsində xüsusi bir illik proqramlar var. Həmin proqramlarda iştirak edim və orada qazanacağım təcrübəni gəlib öz ölkəmizdə, Azərbaycanda tətbiq edeyim və bununla belə deyək də vətənimə və millətimə az da olsa bir faydam toxunsun. Çox gözəl, təşəkkür edirik. Siz bizim uğurlu gənclərimizsiniz. Həmişə belə uğurlu qalın, uğurlarınız davamlı olsun. Çox sağ olun gəldiyinizə görə. Çox sağ olun gəldiyinizə görə. Təşəkkür ederim. Qonaqlarımızla söhbət etdik, amma ola bilər ki, magistraturaya hazırlaşan tələbələrin ağlında bəzi suallar hələ də qalmış olsun. Biz bunu dərhal yox edəcəyik, çünki ağlınızda qalmış və sizi maraqlandıran bütün suallara hal-hazırdakı süjetimizdə cavab tapacaqsınız. Gəlin izləyək. Bildiyimiz kimi mart ayının 2-si magistratura imtahanının 1-ci mərhələsi keçiriləcək. Elə bu yaxınlarda da mən bakalavr təhsili alan tələbələri maraqlandıran suallara cavab axtarmaq üçün tələbə qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağıyevin yanına yollandım. O bizi maraqlandıran suallara olduqca səmimi, həm də ətraflı cavab verdi. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli müvafiq fərmanı ilə təsdiq olunmuş tələbə qəbulu üzrə Dövlət Komissiyası haqqında əsasnaməyə uyğun olaraq Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul artıq 9 ildir ki, tələbə qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir. Magistratura qaydalar təsdiq olunur. Ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində tələbə qəbulu üzrə Dövlət Komissiyasının mütəxəssislərinin təşkilatçılığı ilə müvafiq kafedraların müəllim professor heyəti ilə birgə imtahanın proqramları tərtib olunur. Bu proqramlar əsasında qapalı rejimdə test tapşırıqları hazırlanır, onların ekspertizası həyata keçirilir və qəbul imtahanları keçirilir. Bilmək istərdik ki, Elnur müəllim, niyə 1-ci mərhələdə demək olar ki, ixtisasından asılı olmayaraq bütün tələbələr üçün sualların çətinlik dərəcəsi eynidir? Yəni bu nə dərəcədə doğrudur? Bilirsiniz ki, magistratura təhsili artıq elmi dərəcənin ilkin mərhələsi sayılır. Bütün dünyada və bizim ölkəmizdə də bu belədir. Qaldı ki, bütün ixtisaslaşmalar üzrə bakalavr təhsilinin hansı olmasından asılı olmayaraq hamıya yeni cür sualların 1-ci mərhələdə təqdim olunmasına. Biz magistraturada hər bir bakalavrın xarici dil, informatika və məntiqi təfəkkür üzrə müəyyən biliklərə sahib olmalıdır. Çünki həmin şəxs gələcəkdə öz ixtisasını bilməklə yanaşı bu sahələrdə aid istifadəçi səviyyəsində müəyyən biliklərə sahib olmalıdır ki, o müasir dünyada
gedən prosesləri izləyə bilsin, elmin müxtəlif istiqamətləri üzrə bütün beynəlxalq sferada aparılan işlərlə tanış ola bilsin. Bəzi tələbələr bakalavr təhsili ilə kifayətlənib, magistr təhsilini lazımsız hesab edirlər. Magistratura təhsili bir insanın həyatında nə qədər önəmlidir? Magistratura ilk növbədə hər hansı bir sahə üzrə gələcəkdə elmi fəaliyyətlə məşğul olan şəxslərə məqbul sayılır. Amma ola bilər ki, siz bakalavr ixtisasınız, sonradan başa düşürsünüz, həmin ixtisas üzrə təhsilinizi başa vurduqdan sonra ki, bu məni hazırki bazar iqtisadiyyatının əmək bazarında tam qane etmir və mən müəyyən qədər fərqli istiqamət üzrə magistr təhsil almaq istəyirəm. Və təbii ki, bu baxımdan da magistr təhsil çox önəmlidir. Sonda Elnur müəllim bütün magistraturaya imtahan verən tələbələrə uğurlar arzuladı. Gənclər, artıq 30-cu dəqiqəmizdəyik. Bu da deməkdir ki, məncə artıq siz bilirsiniz nə deməkdir, sağollaşmaq vaxtıdır. Amma bundan öncə demək istəyirəm ki, bugün biz magistratura təhsilindən danışdıq və qonaqlarımızı dinlədiniz. Məncə artıq yetərincə məlumatınız oldu. Gələn mövzularda sizi də studiyamızda gözləyirik. Aktiv olun, bizi izləməyə davam edin. Və ümidvarıq ki, bugünkü söhbətlərimizin sizə bir faydası oldu. Yenə də sizin qarşınıza maraqlı mövzularla çıxacağıq. Bugünlük isə bu qədər. Hələlik!